İnci xanım, hansı sosial şəbəkələrə bu tətbiq olunacaqdır və yaş yoxlamaları praktikada necə həyata keçiriləcək? Mənə elə gəlir ki, bizi izləməkdə olan izləyicilərin, xüsusilə də valideynlərin ən çox maraqlandıran məqam budur elə. Əlbəttə, ilk öncə xoş gördük. Mən bunun haqda demək istərdim ki, artıq internet, yəni günümüzdə elə bir hal almışdır ki, əsasda uşaqların gündəlik olaraq həyatının ayrılmaz bir parçasına çevrilmişdir. Əlbəttə ki, bu rəqəmsal mühit uşaqlara müsbət tərəfləri ilə birlikdə müəyyən risklər də yaradır və bunun üçün də dediyiniz kimi əsasən də valideynlər, amma ümumiyyətlə valideyn, cəmiyyət, hər kəs, yəni məktəblər, bunlar hər tərəfdən qorunmalıdır. Çünki uşaqların hüquqlarının qorunması barədə ən böyük rolu dövlət alır. Digər beynəlxalq ölkələrdə olduğu kimi Azərbaycan da bununla bağlı mühüm addımlar atmışdır ki, qanunda dəyişikliklər edilmişdir. Yeni qəbul olunmuş qanunda dəyişikliklərdə əsasən də bundan bəhs edir ki, dediyiniz kimi 16 yaş aşağı uşaqların sosial şəbəkələrdə istifadəsi məhdudlaşdırılacaqdır. Belə ki, onlar sosial şəbəkələrdə, sosial platformlarda, oyunlarda qeydiyyatdan keçərkən yaş məhdudiyyəti gözə çarpacaqdır. Yəni, onlar yaşlarını ilk öncə qeyd edəcəkdir. Əlbəttə ki, bu yaş yoxlamasının həyata keçirilməsi üçün valideynin nömrəsini, mobil nömrəsini və valideynin elektron poçt ünvanını qeyd etməlidirlər və bununla yanaşı bir çox platformalarda da kartlarını qeyd etməlidirlər, yəni bank kartlarını. Həmin bank kartlarından müəyyən bir məbləğ çıxılacaqdır, lakin geri qaytarılmaq şərti ilə. Həmin məbləğ geri qaytarıldıqdan sonra sosial platformalardan mesaj gedəcəkdir ki, nömrələrdən və elektron poçt ünvanlarından təsdiq etməlidir. Həmin valideyn bunu təsdiq etdikdən sonra uşaq üçün artıq sosial şəbəkələrdə hesab aça biləcəkdir. Lakin bu hesablarda belə olacaqdır ki, məhdudiyyətlər olacaq. Yəni, uşaqların daha çox orada zaman keçməsinə, yəni zaman ikisinə yol verməmək üçün uşaqların nəzərinə daha çox belə çarpdıracaq şeylərə məhdudiyyət gələcəkdir. Məsələn, uşaqlar üçün yaş qısıtlaması olan şeylərdən, yaş məhdudiyyətləri ilə bağlı olan video görüntülər və yaxud da şəkillər, paylaşımlar, bunlara məhdudiyyət gələcəkdir və uşaqlar, yenə də dediyim kimi, yaşları ilə bağlı məhdudiyyətləri tutalım, oyunlarda daha çox vaxt keçirə bilməyəcək. Müəyyən valideyn bununla bağlı istər vaxt məhdudiyyəti qoya bilər, istər onlar üçün təhlükəsizlik məhdudiyyəti qoya bilər ki, uşaqların şəxsi paylaşımları, şəxsi məlumatlarının paylaşımlarında valideynindən xəbərsiz, yəni heç bir paylaşım edə bilməyəcəkdir. Yəni, belə deyək, 16 yaşını tamamlamış gəncimiz belə, uşağımız belə artıq rahatlıqla sosial mediadan istifadə edə bilməyəcək. Bu kart və valideyn qeydiyyatı, e-mail, poçt adresini qeyd etməlidir. Əgər ki, valideyn razılıq versə, o şəkildə artıq sosial media hesabını aça bilər. Bununla yanaşı valideyn nəzarət etdiyi tətbiqləri uşaq yüklənməlidir. Bu da belə yaranır ki, uşaqlara e-mail hesabı açılarkən, yəni hazırda bir çox sosial şəbəkələrdə, sosial platformlarda, oyunlarda qeydiyyatdan keçərkən bizdən e-mail istər, yəni uşaqlar üçün. Uşaqlar həmin e-maili yaradarkən, açarkən, qeydiyyatdan keçərkən valideyn nəzarətində olan tətbiqləri ancaq yükləyə biləcək. Yəni, valideyn hansı tətbiqlərə icazə verirsə, hansı oyunlar, sosial platformalar, sosial şəbəkələrə icazə verirsə, uşaq həmin sosial platformalardan qeydiyyatdan keçə biləcəkdir. Bəs İnci xanım, hansı sosial şəbəkələrə məhdudiyyətlərin qoyulması nəzərdə tutulur önümüzdəki vaxt ərzində? Hazırki müddət ərzində sosial şəbəkələrin siyahısı müvafiq dövlət qurumu tərəfindən müəyyən olunacaqdır və bunlar barəsində də, yəni hazırda elə bir məlumatımız yoxdur. Bizdə məlumat olduqda, əlbəttə ki, ictimaiyyətlə də bölüşüləcəkdir. Belə deyə bilərəm ki, beynəlxalq təcrübələrdə hazırda bəzi ölkələr vardır ki, 13 yaş altı uşaqlar üçün ümumən sosial şəbəkə açmaq mümkün deyil. Yəni, onlar üçün hər hansı bir sosial platformada qeydiyyatdan keçmək mümkün olmur. Bəzilərində 13-16, bəzilərində bizdə olduğu kimi 16-18 yaş aralığında, yəni yaş məhdudiyyətlərini həmin ölkə özü bəlirləyir və bir çox ölkələrdə də hazırda belə məhdudiyyətlər vardır ki, uşaqlar qeydiyyatdan keçərkən bizdə SMS doğrulanmasıdır, bir neçəsində SMS doğrulanma, yəni bəzi ölkələrin bir çoxunda SMS doğrulanmasıdır. Lakin bəzilərində isə hazırda süni intellekt vasitəsilə üz tanıması həyata keçirilir. Yəni, uşaq qeydiyyatdan keçərkən yaşını qeyd edir, həmin vaxtda, qeydiyyatdan keçdiyi vaxtda kamera aktivləşdirir, yəni öz icazəsi ilə kamera aktivləşdirilir. Uşağın üz tanımasında əgər yaş doğrulanarsa qeydiyyatdan keçə bilir, doğrulanmazsa isə imtina verir. Əslində, gələcək zaman ərzində də bu yeniliklər bizim ölkədə də tətbiq oluna bilər. Əlbəttə, bəli.
əlavə etmək istədiyiniz valideynlərə və yaxud da ki, uşaqlarımıza demək istədiyiniz bir məqam varmı? Mən bunu demək istərdim ki, yəni təhlükəsizlik sadəcə dövlət, sadəcə məktəb, müəllimlər tərəfindən olmur. Hər kəs ilk növbədə uşaq belə olsa öz təhlükəsizliyini təmin etməlidir. Sonrakı məqamda valideynlər yer alır ki, valideyn nəzarəti platformalar yüklənməlidir. Tətbiqlərin hər biri demək olar ki, valideyn nəzarətində olmalıdır və valideyn uşaqla açıq ünsiyyətdə olmalıdır ki, onlar psixoloji tərəfdən də uşaqlar hər hansı bir maneə ilə qarşılaşdıqda ilk növbədə valideyninə, sonra isə müəllimlərinə məlumat versinlər. İnci xanım, təşəkkür edirəm, minnətdaram fikirlərinizi bizlə bölüşdüyünüz üçün. Sizin də vurğuladığınız kimi bu məqamda sadəcə məktəbin, dövlətin üzərinə yox, valideyn üzərinə də böyük məsuliyyətlər düşür.